Bildiyimiz kimi Putinin paralel kaynatında Kupyansk təxminən bir ay əvvəl ələ keçirilib. Baş qərargah rəisi Gerasimov bu barədə Putinə məruzə edib. Putin isə qeydlərinə nəsə cızaraq dinləyib. Sifətində heç bir coşqu görünməyib. Amma gözlənilməz və ağır bir zərbə gəldi. Prezident Zelenski Kupyansk'a gəldi və sərt bəyanat verdi. Bu, hazırda müharibənin dayandırılması ilə bağlı razılaşmalar ətrafında gedən ictimai sinir müharibəsində güclü bir addımdır. Serpampa adlı Telegram kanalının yazdığına görə bu Trump'a, onun nümayəndəsi Uitkova və kürəkəni Kuşnerə Ukraynada vəziyyətin Uşakov və Dmitriyevin iddia etdiyi qədər pis olmadığını göstərmək üçün açıq nümayişdir. İndi nə etməliyik? Zelenskini təksib etmək lazımdır. Bəlkə Gerasimovla Putin ələ keçirilmiş Kupyansk'a gedib oradan video çəksinlər. Amma digər tərəfdən Putini necə təhlükəyə atmaq olar? Orada atışma gedir. Volodinin isə Putin'dən cəmi bir dənə var. Amma biz geri çəkilməyə öyrəşməmişik. Çıxış yolu var. Şoygudan xahiş edə bilərik. Onun fanerdən Reichstag tikmək təcrübəsi var. Tullantı materiallardan Kupyansk kənarı qursun, rekvizit üçün Mosfilmdən Şahnazarovu da cəlb etmək olar. Sonra Putini həmin Kupyansk kənarına apararıq və o Kremlə bağlı video operator Zarbinə deyər ki, hər şeyi öz gözləri ilə görüb. Kupyansk bizimdir. Möhtəşəm xüsusi əməliyyat, xalq inanacaq. Kamera işləyir. Kənarda Lavrov, Solovyov, Zaxarova və Uşakov dayanıb. Üzlərində yağlı yaltaq ifadə var. Elə oradaca Dmitriyev Vaşinqtondan gətirilmiş sehrli mayeni məmnuniyyətlə Medvedevə təklif edir. Arxa planda bu əsl Burbundur səsi eşidilir və bu geosiyasi dahinin daş kimi donuq sifətinin təsirini biraz yumşaldır, deyə Telegram kanalı yazır. Ukrayna prezidenti Volodimir Zelenski Kupyansk şəhərinin şimal rayonlarının geri alınmasına görə cəbhə xəttində döyüşən əskərlərə təşəkkür edib və bildirib ki, bu diplomatlara danışıqlar aparmaq imkanı yaradıb. Rusiya isə noyabr ayında həmin ərazini ələ keçirdiyini iddia etmişdi. Bir çox ruslar Kupyansk barədə danışırdı. Biz bunu görürük. Mən buradayam, oğlanları təbrik etdim. Burada döyüşən hər bir bölməyə, hər kəsə işğalçını məhv edən hər kəsə təşəkkür edirəm, deyə Zelenski güllə keçirməz jilet geyinərək bildirdi. O dəqiq yerini açıqlamayıb. Lakin Agence France Pressi Zelenskinin şəhərin cənub-qərb girişində yerləşən bir yolda olduğunu müəyyən edib. Xartiya batalyonu Ukrayna ordusunun şəhərin şimalında yerləşən 2 yaşayış məntəqəsini geri aldığını bildirib. Sosial şəbəkədə yayılan açıqlamada deyilir. Kindraşivka, Radkivka və onların ətraf əraziləri, eləcə də Kupyanskın şimalındakı bir sıra məhəllələr azad edilib. Rusiya ordusu noyabrın sonunda Kupyansk şəhərini yenidən ələ keçirdiyini iddia etmişdi. Şəhər ilk dəfə 2022-ci ildə Rusiya tərəfindən işğal edilmiş, lakin həmin ilin payızında Ukrayna qüvvələri tərəfindən geri alınmışdı. Son aylarda Rusiya döyüş meydanında irəliləyişlərini qabardı. Bu zaman Ukrayna qüvvələri çətin vəziyyətdədir. Kiyev isə Moskvanın geniş miqyaslı irəliləyiş iddialarını dəfələrlə Ukraynanın tezliklə çökəcəyi barədə narrativ yaratmaq və müharibənin bitməsi ilə bağlı danışıqlara təsir göstərmək cəhdi kimi qiymətləndirərək rədd edib. Kupyanskda çoxmərtəbəli binanın yaşlı sakini girişdə Rusiya əskərlərini görüb susmadı. O, işğalçılarla üz-üzə gəlib Rus dünyası haqqında fikirlərini açıq şəkildə dedi. O xatırladı ki, Jitomir bölgəsindən olan Ukrayna əskərləri ona şokolad, paştet və kalbasa verərək yemək paylaşmışdılar. Daha sonra Rusların üzünə birbaşa dedi. Siz oğlu itlər, rədd olun buradan və buraya gəlməyi də dayandırın. Gedin öz Rusiyanızı çiçəkləndirin. Videonu şərh edən sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki,
Kupianskdakı bu giriş səhnəsi təkcə emosional bir an deyil, Xarkiv bölgəsi sakinlərinin onları azad etməyə gələn, amma əvəzində bombardman, dağıntı, qorxu, ölüm və işğal gətirən orduya qarşı münasibətinin xalis ifadəsidir. Yaşlı kişi silahlı işğalçılardan heç qorxmadı və onlara yol göstərdi. Şəhərindən uzaqlaşmaq üçün yerli sakinlər Rusiyanı gözləmir və onu qoruyucu kimi görmürlər. Əksinə, onun buranı tərk etməsini və etdiklərinə görə cavab verməsini tələb edirlər. O, işğal altında yaşayan minlərlə insanın düşündüklərini açıq şəkildə onların üzünə dedi. İllərdir Rusiya təbliğatı minnətdar sakinlər haqqında nağıllar danışır, lakin videolarda və reportajlarda görünən reallıq tam fərqlidir. İşğal olunmuş ərazilərdə insanlar onlara silahla gələnləri açıq şəkildə söyür və etiraz edirlər. Putin iddia edirdi ki, üyə Ukraynalılar Rusiya ordusunu sevinç içində qarşılayır. Amma belə deyil və yeni video bunu açıq şəkildə göstərir. Rusiya işğalçıları burada arzu olunan deyil, onlara qarşı dərin düşmənçilik var və insanlar həqiqəti onların üzünə deməyə tam hazırdır. Bu hadisə fonunda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı General Aleksandr Sırski aparıcı Ukrayna media qurumlarının rəhbərləri və redaktorları ilə görüşərək cəbhədəki real vəziyyət və ordunun fəaliyyətinin ən vacib aspektləri barədə məlumat verib. Əhatəli və məzmunlu söhbət olub. Biz çox yığılan sualları cavablandırmışam. Əsas məqamlar belədir. Pokrovskun müdafiəsi davam edir. Qüvvələrimiz şəhərin şimal hissəsində demək olar ki, 13 kvadrat kilometrə nəzarət edir. Mirnohrad mühasirəyə alınmayıb. Kupianskda uğurlu əksli versiya əməliyyatımız davam edir. Bir daha vurğulamaq istəyirəm, Rusiya yalanlarının miqyası Rus qoşunlarının real irəliləyişindən onlarla dəfə çoxdur. Düşmən həm xarici auditoriyaya, həm də öz cəmiyyətimizə və ordumuza təsir etmək üçün dezinformasiya və saxta xəritələrdən istifadə edir. Bu, Rusiyanın Ukraynaya qarşı hibrid müharibəsinin bir hissəsidir. Buna görə də hamını düşmənə kömək etməməyə və Rusiya təbliğatının mesajlarını yaymamağa çağırıram.